Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Cambridge məktəbinə 1-ci və 6-cı siniflər üzrə beynəlxalq tədris proqramı əsasında qəbul imtahanları təşkil olunub. Beynəlxalq Cambridge məktəbi artıq 2-ci tədris ili üçün qəbul prosesinə start verib. Məlum olduğu kimi, ölkə prezidentinin imzaladığı müvafiq sərəncamla Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair dövlət proqramında Naxçıvan Dövlət Universitetində ingilis dilli orta məktəbinin yaradılmasına nəzərdə tutulmuşdu. Artıq ötən tədris ilində Naxçıvan Dövlət Universiteti bu məktəbin yaradılmasına nail olub və bu tədris ilində artıq biz 1-ci ili başa vurmuşuq və hazırda 2-ci tədris ili üçün qəbul prosesinə start verilmişik. İnanırıq ki, Cambridge məktəbinə olan maraq şagirdlərimizin, daha intellektual şagirdlərimizin vaxtaşırı məktəbə cəlbini təmin edəcəkdir. Mən bütün şagirdlərə uğurlar arzulayıram və ümid edirik ki, hər keçən il bu məktəbin Naxçıvan Muxtar Respublikasının ümumi təhsil sistemindəki yeri daha da möhkəmlənəcək və şagirdlərimizə beynəlxalq təhsil şəbəkəsinə əlçatanlığı təmin edəcək. Beynəlxalq Cambridge məktəbinin 6-cı sinifinə qəbul 2 mərhələdən ibarət olub. 1-ci mərhələ yazılı imtahan formasında keçirilib və burada iştirakçıların ingilis dilində dinləmə, oxu və qrammatika bacarıqları, eləcə də riyazi bilikləri ingilis dilində təqdim olunan suallar vasitəsilə yoxlanılıb. 2-ci mərhələ isə Cambridge Flyer formatında keçirilmiş şifahi imtahan olub. Bu mərhələdə şagirdlərin danışıq bacarıqları xaricdən dəvət olunan müəllim, Cambridge danışıq imtahanları üzrə mütəxəssis Fabian Chavez tərəfindən qiymətləndirilib. Birinci siniflər üçün imtahan, deməli, onların ətraf mühitlə tanışlığı, bəsit riyazi bilikləri və ingilis dili bilikləri ölçülüb. Bunlar hamısı ingilis dilində ölçülür və sualları bizim məktəbimizdə komissiya yaradılıb. Bu komissiya diqqətli şəkildə sualları və dəyərləndirmə kriteriyasını hazırlayıb, keçiriblər. 6-cı sinif üçün isə bizim deməli 60 sualdan ibarət ingilis dili bloku və 30 sualdan ibarət riyaziyyat bloku var. Riyaziyyat sualları da ingilis dilində təqdim edilib. Ümumi bal 100 bal üzərindən dəyərləndirilir. Birinci siniflər üçün 1 sinif yer ayrılıb 20 şagird üçün. 6-cı siniflər üçün 2 sinif yer ayrılır. 40 nəfərlik plan yerimiz var. Bildirmək istəyirəm ki, bizim keçirdiyimiz imtahan tamamilə Cambridge standartlarındadır. Bizim 1 illik hazırlıq foundation proqramımızı keçmiş şagirdlərimiz spesifik hazırlanmış Cambridge kitablarından imtahan verirlər və bu imtahanın nəticəsində qəbul olan şagirdlər 6-cı sinifdən Cambridge dərslikləri ilə oxuyacaqlarına görə onlar çox rahat şəkildə burada tədrisə başlaya biləcəklər. Beynəlxalq Cambridge məktəbində yeni tədris ili üçün şagird qəbulu ilə bağlı imtahan prosesində müxtəlif yaş qrupları üzrə şagirdlərin bir neçə istiqamətdə bilik və bacarıqları dəyərləndirilib. Övladım 1 ildir ki, beynəlxalq məktəb üçün təşkil olunan foundation proqramında hazırlıq prosesi çox yaxşı keçibdir. Mən ümumiyyətlə Cambridge məktəbini araşdırdım bir müddət. Deməli, təhsil beynəlxalq standartlara uyğundur və mənim övladım üçün, onun gələcəyi üçün çox yaxşı imkanlar vəd eləyir. Bu bir valideyn kimi mənim üçün xüsusi əhəmiyyətə malikdir. Dərslərin ingilis dilində olmağı gələcəkdə digər dünya universitetlərinə müraciət eləməyində asanlaşdıracaq və burada sadəcə bildiyim qədəri ilə sadəcə uşaqlara bir dərs öyrədilmir. Həmçinin onların müstəqil düşünmə qabiliyyətləri, yaradıcılıq qabiliyyətləri inkişaf elətdirilir. Bizim üçün ən yaxşı seçimdir. Bura qəbul olmaq çox istəyirəm və mənim üçün yaxşı şərait qurdular. İmtahan çox asan keçdi. Suallar asan idi. İngilis dili və riyaziyyat oldu. İmtahan verənlərə uğurlar. Qeyd edək ki, məktəbdə tətbiq olunan beynəlxalq qiymətləndirmə meyarları şagirdlərə qlobal təhsil mühitinə çıxış imkanı qazandırmağı hədəfləyir.